Salam dəyərli izləyicilər. Biz bugün sizinlə 5-ci sinif riyaziyyat dərsliyində səhifə 117-də ümumiləşdirici tapşırıqları izah edəcəyik. Başlayaq birinci sualdan. Deməli, boş xanalara uyğun rəqəm və ya ədədi tapın. Cəm məlumdur ki, burada 0,27 edəcək. 0,27 onda bura biz 0 qoymalıyıq. Növbəti, deməli, tam 2-dirsə, 2 olduğu kimi qalır. Burada tamların hər biri 0 eləməlidir. Deməli, onluqlar mərtəbəsində, onda birlər mərtəbəsində, daha doğrusu yüzdə birlər mərtəbəsində 1 durub. Təkdə mində birlər mərtəbəsində 8 durubsa, onda 0,8 yazırıq. Və onda birlər mərtəbəsində isə 4 olduğu üçün burada 4 yazacaq. Növbəti C variantına baxırıq. Görürük ki, tam 5-dir. Burada tam 5 verilib. Qalanları 0 tamla olacaq. Deməli, yüzdə birlər mərtəbəsində 9-dur. Onda birlər mərtəbəsində 3-dür deyə 0,3. Mində birlər mərtəbəsində 7 deyə 0,7 olacaq. İkinci misala baxırıq. Müqayisənin doğru olması üçün boş xanalara uyğun rəqəmləri müəyyən edin. Əvvəla biz bu üçüncü tərəfi onluq kəsrə çeviririk. 0,13. Verildən sonra birincidə 3 rəqəm gəlibsə, biz də buradan verildən sonra 3 rəqəm olması üçün arxasına 0 qoyuruq. Deməli, 128 və 130. Ortada hansı ədəd ola bilər? 129. Növbəti B variantına baxırıq. Yenə buranı 0,21 edəcəyik. Və burada görürük ki, 0 verildən sonra 3 rəqəm var deyə birin arxasına 0 qoyuruq. Deməli, bura 210 edib. Yəni 0-dan sonra 210-dur. Biz bura 1 yaza bilmirik. Niyə? Burada tamdan sonra və 0-dan sonra 2 tamdır. Onda biz bura 2 yaza bilirik. 3 də yaza bilmərik. Çünki bu tərəfdə 2-dir verildən sonra. 201, 210. Onda biz bura neçə yaza bilərik? 0. 1 qoya bilmərik. C variantına baxırıq. Yenə buranı çeviririk. 1,19. Baxırıq ki, verildən sonra 3 dənə rəqəm olduğu üçün biz də 9-un arxasına 0 əlavə edirik. Burada deməli, verildən sonrakına baxırıq. Çünki tamlar eynidir deyə tama nəzər salmırıq. 1, 0, 1. Burada 1, 9, 0-dırsa, bura 9 ola bilməz. 191 olardı. Ona görə bura biz 8 edək. Çünki burada 8 var axı. Burada məsələn 9 olsaydı, 7 olsaydı, onda 8 olmazdı. Ola da bilərdi 7 olsaydı, hər neysə. 181. Onda burada 180 olmalıdır. Yəni belə 1 tam mində 180, 1 tam mində 181, o da kiçik olacaq 1 tam mində 190. Növbəti üçüncü misala baxırıq. Deməli, ifadələrin qiymətlərini əvvəl təxmin edib, sonra toplama xassələrindən istifadə etməklə dəqiq hesablayın. Cavabların inandırıcı olub-olmadığını da müəyyən edin. Deməli, əvvəla təxmini hesablayaq deyir. Onda biz nə edirik? Təqribi qiymətini fikirləşək. 3-dən sonra 0 gəlir deyə onda birlər mərtəbəsinə qədər yuvarlaqlaşdırsaq, ümumiyyətlə təkliyin özünü yuvarlaqlaşdıraq üçün bu verəcək 3. 2-dən sonra 8 gəlib deyə olacaq o da 3. 2-dən sonra 0 gəldiyi üçün 2 dəyişmir. Bərabərdir 8. Birincidə oldu 8. İndi vurmanın toplama xassəsindən, daha doğrusu toplamanın xassələrindən istifadə etməklə biz hansı xassəsindən istifadə edə bilərik? Qruplaşdırma, yer dəyişmə. Burada qruplaşdırmadan istifadə edək. Baxın, burada 8, 7, burada 1, 3-dür. Yəni, indi yoxlayaq həqiqi qiyməti. Dəqiq qiymət neçədir? Deməli, 3 tam mində 87, üstə gəl, 2 tam mində 13 bərabərdir. Buradan 1, burada 5. 5 tam onda 1. Demək, özü neçə almışdıq? 5 tam onda 1 eləyəcək bura.
8 üzdə 1 9. Və 5,1-in də üstünə burada 2 tam %81-də qalıb. Vergülü vergülün altından yazırıq. 0, 1, 9, 7. Dəqiq qiyməti 7 tam %91-dir. Cavablar, yəni 8 təxminən 7 tam %91-ə yaxın olduğu üçün nisbətən inandırıcıdır. Növbəti, bura yuvarıqlaşdıranda 4 edəcək. Üstəgəl 1, üstəgəl 5 bərabərdir 10. İndi qruplaşdırma xassəsindən istifadə edərək toplayaq. 4 tam 1000-də 12 üstəgəl 5 tam 1000-də 88. Bu hissə 100 edəcək. Bura 9, 9,1. 9,1 aldıq. Yuvarıqlaşanda əslində 9 eləyir, amma yenə də ona yaxın qiymət aldı. Bəli. Növbəti misalımıza baxırıq. C variantı. Burada yuvarıqlaşanda 5 edəcək. Çıxılsın. 2 üstəgəlsin 3. Bu da təqribi bərabərdir. 5-dən 2 çıxanda 3, 3 üstə 3 gəldə 6. İndi vurmanın yenə vurma deyirəm, yenə toplamanın xassəsindən istifadə edək. 5 tam 1000-də 196 üstə 2 tam 1000-də 804 gəlsək 8 üstə 1 9. Burası 0. 9 bir də yadda 10 0 bir yadda 5 üstə 2 7 bir də yadda 8 edəcək. Bu 8-dən də biz 1 tam vergüllər alt-alta yazılır. 98 çıxırıq. Bura düşür 0. Bura 12 10-dan 8 çıxanda 2 bir yadda 9 0. Burada qalmışdı 7. 7-dən də 6 çıxanda 5. Yəni 5 tam %2 edəcək. 5 tam %2 öz cavabımızda almışdıq. 6 elə deyilmi? Yaxındır. Amma 5 tam %2-ni ixtisar eləyəndə, daha doğrusu təqribi yuvarıqlaşdıranda 5 alınır. Sonra vurmanın paylama xassəsinə əsasən hesablayın. Paylama. Deməli, ortağımız nədir? 1,2. Biz onda 1,2 mötərizə xaricinə çıxarırıq. 3,4 toplama olduğu üçün üstəgəl 1,6 bərabərdir. 1,2 vurulsun. Mötərizənin içi bizə verəcək 5. 1,5 5-ə vuranda da 6. Növbəti B variantına baxırıq. 4,5 mötərizə xaricinə çıxır. Deməli, 6 tam 10-da 3 çıxılsın. 2,3 də belə yazsaq. Bu hissə bizə verəcək mötərizənin içi 4. Yəni 4,5 vurulsun 4 bərabərdir 18. Növbəti C variantına baxırıq. Ortaq 2 tam %76-dır. Yazırıq 2 tam %76 vurulsun. Mötərizə açırıq. 7,8 üstə gəlsin. 2 tam 5-də 1-i biz necə yaza bilərik? 2 tam 10-da 5. Buranı yəni 2-yə vursaq, buranı 2-yə vursaq, daha doğrusu 10, 2, yəni 2 tam 10-da 2. Bura 2 tam 10-da 2 eləyirsə, biz 7,8 üstəgəl 2 tam 10-da 2. Mötərizənin içi 1 eləyəcək. 1 elədiyi üçün də 2 tam %76-nı 1-ə vuranda elə 2 tam %76 alınacaq. Növbəti 5-ci misala baxırıq. İfadələrin qiymətini tapın deyir. Əməllər ardıcıllığına diqqət edirik. Əvvəl mötərizə, birinci bura, sonra bölmə əməli, vurma əməli, daha sonra isə toplama. Bir gəlin bunu hesablayaq. Deməli, 10 çıxılsın 0 tam baxın, ondan sonra vergül ola bilərdi. Ona görə vergüllər vergülün altına yazılır. 0 tam 1000-də 24. Buradan sıfırlar biz də qoyuruq. Birinci bu əmələ baxırıq. Mötərizənin içərisində. Burada 6 eləyəcək. Burada 7-dən 2 çıxanda, daha doğrusu 9-dan 2 çıxanda 7. Bura 9. Burada
eləyəcək 9. Yəni 9, bura eləyəcək 9 tam 1000-də 976. 9 tam 1000-də 976-na biz bölürük 5-də 4-ə. Bu nə deməkdir? 9 tam 1000-də qaldığımız yerdən davam edir. 9 tam 1000-də 976 bölünsün 5-də 4 bərabərdir. 9 tam 1000-də 976 vurulsun 4-də 5 deməkdir. Bu elə deyilmi? Deməli, ədədi kəsrə vurmaq üçün əvvəl ədədi surətə vururuq və məxrəcə bölürük. Vurulsun 5. 5 də aldın 0, 3 yadda, 5 də 7, 35, 3 də yadda, 38, 8, 3 yadda, 5 də 9-un 45, 3 də yadda, 48, 8, 4 yadda, 5 də 9-un 45, 4 yadda, 49. Və 49-u indi biz 5-ə vurduq. Nəyə böləcəyik? 4-ə. Biz bunu 4-ə bölsək. 4-də 1 dəfə çıxılsın 4. 9-da 2 dəfə çıxılsın 8. Qalır burada 1. Öcə vergül olduğu üçün biz burada bir vergül qoyuruq. 8 düşür aşağı. 4 dəfə çıxılsın 16. Bərabər eləyəcək. Buradan 2 yazıram. Sonra o biri 8 düşəcəkdi bu yanına. 7, 0 da qaldı elə. Yəni bu hissə elədi, bu hissə. Deməli, 12 tam %47. Bu elədi 12 tam %47. İndi biz 215-i 0 tam %1-ə vururuq. Deməli, vurma əməli necə idi? 0 tam onda 1-ə, 0 tam %1-ə vuranda sıfırlar vergüldən sonra gələn sıfırların sayı qədər vergül sola sürüşürdü. Bu hissədə eləyəcək 2 tam %15. İndi biz neçə? Buradan da bizdə 3 tam %58 var. 3 tam %58-in üstünə 12 tam %47 gəlirik əvvəl. Deməli 5 0, 1 yadda, 6, 16 tam, onda %5. 16 tam %5'in də üstünə 2 tam, %15 gələndə də eləyəcək 18 tam onda 2. Yəni bu misal cavabı 18 tam onda 2 edir. Növbəti misalımıza baxırıq. Biraz səbirli olsaz və hissə-hissə yazmağa çalışsaz, həqiqətən alınar. Deməli, birinci mötərizə zəncini hesablayırıq, sonra o biri mötərizə zəncini hesablayırıq, bölmə əməli, vurma əməli, ən sonu da çıxma olacaq. Deməli, 1,6-dan biz 0,9 çıxırıq. Bura neçə elədi? 0,5 bərabərdir. Bu hissə deməli oldu 0,5. O biri mötərizəmizə baxırıq. 3,4-ün üstə 0,8 gəndə 4,2 eləyəcək. İndi 18,2-ni açaq ağ səhifə. Təmizləyək buranı. Deməli, silək. Proqramımız nədənsə donur. Heç donmazdı bu proqram. Deməli, əlimizdə olan ədəd hansı idi? 18,2. 18,2-ni biz bölürük neçəyə? 0,5-ə. Vergülləri sürüşdürürük sağa. 182 bölünsün 5 alınır, elə deyilmi? 182 bölünsün 5. Deməli, 3 dəfə çıx 15, 32, 6 dəfə 30, burada qalır 20, o da 4 dəfə. Yəni, bu hissədə eləyəcək, yəni birinci hissə 36,4. İndi ikinci hissəyə baxaq. 2,5-i biz vururuq 4,2-yə. Vuranda normal natural ədədlər kimi vururduq. Ancaq
nəyə diqqət edirdik? Neçə vergül gəldi. Deməli, vergüldən sonra bir ədəd, burada bir ədəddir, burada da bir ədəddir. Biz ayıranda belə olacaq. 10,5. Deməli, 36,4 birinci tərəf 36,4 çıxılsın, 10,5 eləyəcək. O da bərabərdir. Buradan çıxaq elə. 36,4 çıxılsın, 10,5, 9, 5. Bu da 1. Yəni 15,9. Növbəti misalımıza baxaq. Aha, hesablayın. Bunlar artıq rahat olacaq sizə. Bərabərdir. 5-də 4 vurulsun. 10-da 4 neçədir? Yəni 10-da 4-ün tərsi 4-də 10. 4-lər ixtisar gedir. 5-dən də 10 ixtisar gedəndə burada qalır 2. Növbəti. Bu 32 bölünsün 10 deməkdir, elə deyilmi? 32 bölünsün 10 vurulsun 8-də 9 bərabərdir. 8 ilə 32 ixtisar gedəndə 4. Bunlar da ixtisar aparanda 2. Bura qalır 5. Yəni 18 bölünsün 5. 18-də 5-ə böləndə neçə eləyir şagirdlər? Deməli 3,6. Növbəmizi biraz kiçildək, bəlkə bu qədər problem çıxmaz. Deməli 3-də 2 vurulsun. Bu 10-da 2-dirsə, tərsinə çevirəndə 2-də 10 edəcək. O da bərabərdir. 3,3-də 1. Növbəti 6-da 5 vurulsun. Bu 15 böl 10-sa, tərsinə çevirəndə 15-də 10 eləyəcək. İxtisar aparsaq, burada qalır 3, yəni 18-də 10. Onu da 2-yə bölsəz hər tərəfini 5, burada da 9. Növbəti. Deməli, burada necə yaza bilərik? 12-də 5 vurulsun, bölünsün yazaq hələ ki. Bu 100-də 1 deməkdir, elə deyilmi? Onda 12-də 5 vurulsun tərsinə 100. O da bərabərdir. İxtisar aparsaq, 4-ə ixtisar olsa, bura 5, burada 3. 5-i də 25-ə vuranda 125 böl 3. Onu da qarşı ədəd şəklində özünüz qeyd edə bilərsiniz. Yorumlara da yaza bilərsiniz. Növbəti misalımıza baxırıq. Deməli, əvvəl məxrəci hesablayacaq. 10,10-da 2-dən çıxacaq. 9,75. Bura 5 düşür. Birini versək, əslində vermişdik, bayaq elə deyilmi? 1, 11-dən 7 çıxanda 4 eləyəcək. Burada qalır, yəni 0 qalacaq burada. 0,45. Yəni 18 bölünsün. 18 bölünsün 0,45 deməkdir. Onu da vuranda biz, yəni 0,45 belə 145-dir. Vuranda da 45-də 100 edəcək. Bərabərdir. Hər tərəfini 9-a bölsək, burada qalacaq 5, burada da qalacaq 2. 5 ilə də 100 ixtisar edəndə 20, o da bərabərdir 40. Uşaqlar, ixtisar eləmə üsulundan da istifadə edərək eləsəz, yəni daha yaxşı olar. Sonra 7,6 çıxsın 2,135. Buradan çıxaq 7,6 çıx 2,135. Bura 1 0 qoysaq, deməli bura eləyəcək 25, burada eləyəcək 5. 5,125. Bura biz yazdırıq 5,125 nə deməkdir əslində? 525 bölünsün 100 bölünsün 15-dir də. O da eləyəcək 525-i hər tərəfini 25-ə bölsək, burada 25-ə böləndə deməli 21 eləyir. Burada 4 eləyir. Yəni 4-də 21 4-də 21 vurulsun 15-də 1 eləyəcək. 3-ə ixtisar aparsaq, burada 7, burada da 5, yəni 20-də 7. Növbəti misalımıza keçək.
Deməli, birinci surəti hesablayaq. Surətimizi hesablayaq buradan. 3 tam onda 6 üstə gəl. 1 tam 5-də içini və 1 tam onda 4 yaza bilərik biz. Yəni içini 5-ə böldü 0 tam onda 4 eləyəcək. O da bizə verəcək 5. Yəni surət eləyəcək 5. Məxrəcdə də 0 tam onda 4-ü vururuq 0 tam onda 5-ə. 4-ü 5-ə vuranda 20 edir. Buradan verilənlərin sayı qədər də daha doğrusu verildən sonra gələn rəqəmlərin sayı qədər də geriyə atırıq verildən sonra rəqəmləri. Yəni 0 tam onda 2, 0 tam %20. İndi biz 5 bölünsün %20 olacaq. %20 bərabərdir 5 vurulsun 20-də 100 elə deyilmi? O da bərabərdir 20 ilə 100 burada 5, 5 də 5-in də 25. Növbəti misalımıza baxırıq. Deməli 4 tam 5-də 4, 4 tam 5-də 4 çıxılsın 1 tam %65. Bu 4-də 5-i 4-ü 5-ə bölündə 0 tam onda 8 eləyir. Yəni 4 tam onda 8 yazaq bura. 4 tam onda 8 çıxılsın 1 tam %65. Bura bir 0 gətirsək, deməli 5 bu da eləyəcək 3 tam %15. Deməli 3 tam %15 bu surətdir. Məxrəci hesablayırıq. Məxrəcdə əvvəl bu mötərizənin içinə baxırıq. 10-da 9 elə deyilmi? 10-da 9 üstə gəlsin. 5-də 3 hər tərəfini 2-yə vursaq, 10-da 6 eləyəcək. 10-da 6 bərabərdir 10-da 15. Yəni 1 tam onda 5. 1 tam onda 5 ilə 15-də 10 götürək də. Yəni mötərizənin içində vururuq 1 tam 5-də 2-yə. O da neçə eləyəcək? Düzgün olmayan kəsrə çevirsək 5-də 1-in 5. 5-də 7. İndi 5-lər 15-dən qısa getsə 3. Bu da eləyəcək. Deməli 21-də 10. 21-də 10. Biz surətini neçə almışıq? 3 tam %15. Yəni belə yazsaq 315 %315 eləyəcək. Bu vurulsun. Onda 21-i də tərsdə bölmədə axı kəsir. Biz tərsinə çevirsək, yəni 21-i aşağı 10 yuxarı gətirsək. Bura eləyəcək 10. 315-də də 21 neçə dəfə gedir? Deməli 15 dəfə gedəcək. Burada eləyəcək 15. Bunları da 2-yə ixtisar aparsaq, burada daha doğrusu 5-ə burada 2 qalır, burada da 3 qalır. Yəni 3 böl 2, o da 1 tam onda 5. Bu misalda cavabı 1 tam onda 5 elədi. Uşaqlar, sonuncu misalı 10 dəqiq yazaq. Bir təmiz lövhə götürək. Deməli, hissə qeyd edək bunu da. Əvvəl surət, surətin daxilində mötərizə, sonra isə bölmə əməli, sonra məxrəci hesablayıb onları bir-birinə bölürük. Niyə? Çünki kəsir bölmə əməlidir. Deməli, bu hissəni təmizlədik. Başlayaq. 5 tam onda 1-dən, 5 tam onda 1-dən. Çıxırıq 4 tam onda 8. Bərabərdir 0 tam onda 3. İndi 1 tam %5-i bölürük 0 tam onda 3-ə. Yəni 10 tam onda 5 bölünsün 3 eləyəcək. Bərabərdir 3 tam onda 5. Bu surətdir. Keçirik məxrəcə. 6 çıxılsın 1 tam %56 bərabərdir 4 tam %44 eləyəcək. Özünüz də 6-6 hesablayanda görə bilərsiniz. Deməli 1 tam
4'də 1 vurulsun. 4 tam %44. Yəni bunu belə yazsaq %444 bərabərdir. 4 və 1'in 4. Bura 5 eləyəcək. Düzgün olmayan kəsrə çevirəndə. Burada 100, 444. Yığçar aparırıq. 4 ilə 444 gedəndə burada qalır 111. 5 ilə də yığçar gedəndə burada qalır 20. 111'i də 20'yə böləndə eləyir 5 tam 20'də 11. Deməli, bu da məxrəcimizdir. İndi 3 tam 10'da 5'i bölürük 5 tam %21'ə bərabərdir. Yəni 35 bölünsün 10 vurulsun. Bu düzgün olmayan kəsrə çevirəndə 20'də 111 idi də, elə deyilmi? 20'ni çıxarıq yuxarı, 111 gəlir aşağı. 10 ilə 20'də ixtisar getsə, burada qalır 5. 5'i 35'ə vuranda edəcək 100, deməli 80, 175. 175 bölünsün 111. Bunu düzgün olmayan kəsr olduğu üçün qarşı xəttə çevirə bilərsiniz. 1 tam 111'də 64. Növbəti misala keçirik. Deməli, uyğun riyazi ifadə yazın və qiymətini hesablayın. Uşaqlar, bu qədər riyazi əməldən sonra qiymətini hesablamaq sizin özünüzə düşəcək. Deməli, başlayırıq A variantından. 1/2 və 5'də 2 ədədlərinin cəminin 3/5'də 3 və 2/1 ədədlərinin fərqinə olan hasilini tapın. Biz nəyə diqqət eləməliyik burada? Əvvəl buraları təmizləyək. Deməli, birinci cəm, bunu kəsr formasında yaza bilərik, elə deyilmi? Yox, orada fərqinə hasil edirik. Onda bir-bir başlayaq. A variantından. Deməli, 1/10'da 2 və 5'də 2 ədədlərinin cəminin 3/5'də 3 və 3/5'də 3 və 2/1 ədədlərinin fərqinə olan hasilini. Bu formada yazılacaq. Cavabı yorum hissəsində qeyd edə bilərsiniz. B variantına baxırıq. 3/4 və 1/3 ədədlərinin fərqi, deməli 1/3 ədədlərinin fərqi bölünsün, yəni kəsr xətti 0/7 ilə və 5/4 ədədlərinin cəmi üstəgəl 5/4. Əslində rahat suallardır. Yəni yuxarıdakı misallarla müqayisədə daha rahat sual olduğunu qeyd etmək lazımdır. Aləmi qatdım bir-birinə. Yaza bilərsiniz. İstəyir bunu yenidən yazın. Deməli 3/4 ilə 1/3'ün fərqini 0/7 ilə 5'də 4 ədədinin cəminə olan qisməti. Sonra tənlikləri həll eləyin. Deməli, əvvəl bu hissəni hesablayırıq. 2/5'i 0/3. 25'i 3'ə vuranda şərişlər neçə edir? Deməli, 75 eləyir, elə. Verildən sonra 1, 2, 0/75 eləyir. Deməli, x da bərabərdir. 0/75 çıxılsın 0/65 bərabərdir 0/1. Növbəti. Burada vergül çəkirik. Böləndə bir vahid. Burası düşür 8/4 bölünsün 14. Bərabər edir 0/7. Yox, 0/6 eləyəcək, elə deyim bir dəqiqə. 0/6. İndi y də bərabərdir 0/6 üstəgəl 2/4 bərabərdir 3.
Növbəti 5-dən 0,68 çıxanda edir 4,32. İndi A da bərabərdir 4,32 bölünsün. Yəni 432 bölü %432 bölünsün 3-də 2, yəni vurulsun 2-də 3 olacaq. Bərabərdir. Şərhlər bunu özünüz hesablasaz yaxşıdır bir də. 432 ilə 2 ixtisar getsə 216 ilə belə yazaq. 216-nı 3-ə vururuq. Neçə eləyir? 648 elə deyilmi? 648-də 100-ə böləndə bizə verəcək 6,48. Burada 100-ü saxladıq ki, istifadə edə bilək. Sonra 1,8-in üstə 0,7 gəlir, 2,5 edir. Deməli, B də bərabərdir. 2,5 vurulsun 1,3. O da bizə verəcək 3,25-i. 9-a baxırıq. Uyğun vahidlərlə ifadə edin. Metrlə. Deməli, 1 kilometr neçə metrdir? 1000 metrdir, elə deyil. 1 kilometr 1000 metrdirsə, biz 2,15 kilometri vururuq 1000-ə. Vergüllər, sıfırların sayı qədər sola gəlir. Bir dənə də sıfır qalır. Yəni 2150 metr eləyir birincidə. 65 santimetr. Deməli 1 metrimiz 100 santimetrdir, elə deyilmi? 65 santimetrimiz də onda nə qədər olacaq? Yəni %65 santimetr. %65 metr daha doğrusu 65 metr. Yəni 1 metrimiz 100 santimetrdirsə 65 santimetri biz 100-ə bölürük. 0,65 metr eləyir. 0,9 kilometri metrə çevirəndə 1000-ə vururuq elə. Bunu 1000-ə vuranda 900 eləyəcək. 150 santimetri nə edirik? Metrə bölürük. 100-ə bölürük yəni. 150-ni 100-ə böləndə 1,5 metr eləyəcək. Burada kilometrdir. 0,5 kilometr vururuq 1000-ə. 1000-ə eləyəcək 50. Növbəti kiloqramla. 1 ton neçə kiloqramdır? 1 ton 1000 kiloqramdır. 10,5 tonu 1000-ə vuranda deməli 1 0, 2 0 da gətiririk, edir 10.050 kiloqram. 10.500 kiloqram daha doğrusu. 1,2 tonu 1000-ə vururuq. Edir 1200 ton. Deməli, ara vermişdim, geri qaydım. 1200 qram deyirsə şərhçilər, burada qram deyir də. Artıq qramı böləcəyik biz. Yəni 1 kiloqram neçə qramdır? 1000 qramdır. 1000 qramdırsa, deməli 1200 qram nə qədərdir? Əvvələ yazaq bura 1 kiloqram 1000 qramdırsa 1200 qram da x-dir. Biz onda x-i tapmaq üçün nə edəcəyik? X bərabərdir 1200 bölünsün 1000. Ümumiyyətlə vahid olaraq baxın, yuxarıda kilometr olanda vurduq, santimetr olanda böldük. Yəni ton olanda biz vuracaq, burada da qram olanda böləcək, o da 1,2 eləyəcək. Çünki burada 2 sıfırlar ixtisar olunur, 12 bölünsün 10 qalır. O da 1,2 deməkdir. Sonra 50 qram. Yenə qram deyirsə, biz 50-ni böləcəyik 1000-ə. Sıfırlar ixtisar getsə, qalacaq 0,5 qram. Sonra deməli, növbəti 0,1000-də 1 ton. Ton deyirsə, onda biz vuracaq neçəyə? 1000-ə. 3
0 varsa, vergüldə 3 ədəd, 3 rəqəm sağa sürüşəcək, qalacaq 1. Yəni, indi baxın, bunu yoxlamaq üçün 1 kiloqram biz onda tona çevirsək necə çevirərdik? Belə daha yaxşı başa düşərik. 1000-ə bölərik. Kiçikdə axı ton kəmiyyət etibarilə kiloqramdan böyükdür də. O da 0,1 ton edər geri. Sonra növbəti saatla 1,5 gün. Ümumiyyətlə, bir gün neçə saat olduğunu biz bilməliyik. Bu da təbii ki, rahat bir yadda qalan rəqəmdir. Bir gün 24 saatdır. 24 saatdır. Onda 1,5 gün nə qədər olacaq? 1,5-i biz vuracaq 24-ə bərabərdir. Buradan 24-ü alt-alta vursaq 5 dəfə 4 0 120 1 dəfə 4 4 2 bərabərdir 0 6 3. Vergüldən sonra bir rəqəm varsa bir sondan ayırırıq. O da eləyəcək 36. Sonra 90 dəqiqə saatla ifadə edin. Biz bunu bilirik ki, 1 saat 60 dəqiqədir. Görürük ki, saat dəqiqəyə parçalanır. Onda saat kəmiyyət etibarilə dəqiqədən böyükdür, elə deyilmi? Yəni 1 saat 1 dəqiqədən böyükdür. Onda böyük olanda biz nə edirik? Bölürük. Neçəyə bölürük? 60-a bölürük. Vahid burada verilib 60 dəqiqə. 60-a bölürüksə buradan sıfırlar ixtisar edir. Yəni 9/6 kəsr formasında yazanda hər tərəfində 3-ə böləndə burada 3, burada 2, 3-ü də 2-yə böləndə 1,5 saat edəcək. 2,5 gün. Yenə gün mü böyük, bir gün mü böyükdür, bir saat mı böyükdür? Təbii ki, bir gün böyükdür. Onda böyük olanda nə edirdik? Vururduq. Yəni 2,5-i biz vuracaq 24-ə. Alt-alta vuraq. 2,5 vur 24. Bu da 50. Deməli, vergüldən sonra bir rəqəm var. Ona görə belə ayırsaq 60 düşəcək. Yəni 60 saat edəcək 2,5 gün. Sonra 150 dəqiqə. Dəqiqədirsə nə edirik? 60-a bölürük. Sıfırlar getdi. 15-i 6-ya böləndə ixtisar aparsaq 3-ə. Burada 5 qalır. Bunda 3-ə böləndə 2. Yəni 5-də 2-yə böləndə 2,5 verəcək bizə. Silirəm buranı. Və sonda 240 dəqiqə. Onda biz nə edəcək? 240 dəqiqəni də böləcək 60 dəqiqəyə. Edəcək 4 saat. Həqiqətən 1 saat 60 dəqiqədirsə 4 saatda 240 dəqiqə edəcək. Növbəti misala keçək. 10-cu deməli misal. Uyğun tənliklər yazıb uyğun tənliklər yazmaqla bir də buradan çıxım. Həll etmək lazım sonra. Deməli, buranı da silək. A variantına baxırıq. Hansı ədəd deyirsə, həmin ədədə biz bilmədiyim üçün x veririk. Hansı ədədin 1,2 ilə hasili, yəni x-in 1,2 ilə hasili 2,68 ədədinin 1,6-ya bölünməsindən alınan qismətə bərabər. Nəyə bərabərdir? 2,68-in 1,6-ya bölünməsinə. X vurulsun 1,2 bərabərdir. Buranı natural ədəd çevirək, elə deyilmi? Vergülü bura gətirəndə burada vergül gələr. Yəni 26,8 bölünsün 16. Kənardan bölək bunu. 26,8 böl 16. 26-da bir dəfə çıxdı 16. Burada qaldı 10. Vergül düşürsə aşağı, burada vergül yazırıq. Deməli, 108-də 16 nə qədərdir? 8 dəfə. 8 dəfə. Deməli, x vurulsun 1,2. Bu hissə nə qədər elədi?
1,8. Yəni x-i 1,2-yə vuranda 1,8 alınır. X bərabərdir o zaman 1,8 bölünsün 1,2. Vergüllər sağa gətirməliyik. 18 böl 12. Deməli, bunu kəsir işarəsi ilə yazsaq belə alınacaq. Elə deyilmi? 18 böl 12. Hər tərəfini 6-ya böləndə 3, burada qalır 2. Yəni, buranı da 6-ya böldüm, buranı da 6-ya böldüm. 3-ü də 2-yə böləndə edir 1,5. B variantına baxırıq. Deməli, 0,72 ədədini hansı ədədə böldükdə? Deməli, 0,72-ni hansı ədəd deyirsə x-a bölürük, elə deyilmi? Bilmirik də. Hansı ədədə böldükdə qismət, yəni qismət bərabərdir 0,5 ilə 1,8-in hasilinə bərabərdir. 0,72 bölünsün x bərabərdir. Şərtləri vurmada bilirik ki, yəni vergülləri əvvəl götürürük, bir dəfəyə vururuq. 5-i 18-ə vuranda neçə eləyir? 90. Vergüldən sonra neçə rəqəm var? 1 buradan, 1 də buradan, 2 rəqəm. Onda biz 0 qoyuruq küçük qabaqda, 0-dan sonra 2 dənə rəqəm olsun. Yəni 0,9. Buranı siləndə də 0,9 eləyəcək. Yəni 0,72 bölünsün x bərabərdir 0,9. X bərabərdir buradan da 0,72 bölünsün 0,9. Sıfırları, vergülləri arxaya gətiririk. Böləndə, bu böləndə elə deyilmi? Böləndə 1 vahid gəldiyi üçün buradan da 1 vahid gələcək. Burada olacaq. Yəni 0,100-də daha doğrusu 7,2, burada 0 qalmır da, vergül bura gələrsə 7,2 bölünsün 9 bərabərdir 0,8. Buranı bir də silin. 0,8. Deməli, şərtlər birincidə A variantı cavab 1,5 alındı. B variantında da 0,8 alındı. Belə növbəti misalları da bir dənə bunu böyüdüm. Yəni ümumi tapşırıqlar 116-cı səhifəni izah etdim, 117-ci səhifəni izah etdim. 118-ci səhifəni də növbəti videoda izah etməyə çalışacağam. Oldu. Növbəti videoda görüşərik inşallah.